Salam Şinarə, hər vaxtınız xeyir olsun. Bəli, dövlət qulluqçuları üçün imtahan keçiriləcək və Dövlət İmtahan Mərkəzi bununla bağlı informasiya təqdim edib. Sözü gedən imtahan yanvar ayının 15-nə planlaşdırılır və artıq 1500-ə yaxın namizəd burada qeydiyyatdan keçib və iştirak edəcəyi ilə bağlı məlumat bildirilib. Bununla bağlı təfərrüatlı informasiyanı eyni zamanda hansı formada iştirak edəcəklər və qeydiyyat prosesi hansı formada aparılır, daha təfərrüatlı informasiyanı hazırda qonağım Dövlət İmtahan Mərkəzinin Mətbuatla İş Şöbəsinin müdiri Xanlar Xanlarzadədən alacaq. Xoş gördük Xanlar bəy. Buyurun, təfərrüatları sizdən eşidək. Təşəkkür edirəm. Dövlət İmtahan Mərkəzi tərəfindən hər ay, ayda bir dəfə olmaqla dövlət qulluğuna qəbul imtahanı keçirilir. Yanvar ayında, yəni bu ilin ilk imtahanıdır. Siz qeyd elədiyiniz kimi ayın 15-də təşkil olunacaqdır. Bu imtahan elektron formada aparılır. Namizədlər kompüter arxasında əyləşirlər və öz imtahanlarını verirlər. Bakı şəhərində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda, eyni zamanda Naxçıvanda 4 nömrəli Naxçıvan şəhər məktəbində imtahan təşkil olunacaqdır. 1489 nəfər imtahanda iştirak eləmək üçün qeydiyyatdan keçibdir. Burada həm dövlət qulluğunda inzibati rəhbər vəzifələrə, eyni zamanda inzibati icraçı vəzifələrə qəbul olmaq istəyənlər imtahanlarını verəcəklər. Mərkəz tərəfindən buraxılış vərəqəsi də artıq saytımıza yerləşdirilibdir. Yəni hər bir namizəd Dövlət İmtahan Mərkəzinin saytına daxil olmalı və imtahanda iştirak eləmək üçün buraxılış vərəqəsini çap eləməlidir. Buraxılış vərəqəsində göstərilir ki, namizəd imtahanı harada verəcəkdir. Mən bir məsələni də ayrıca qeyd eləmək istəyirəm ki, imtahan 2 növbədə keçirilir, saat 10-da və 16:00-da. Müvafiq olaraq imtahana başlanmasına 1 saat qalmış binanın önündə olmalıdırlar. Ona görə də burada namizədlər baxmalıdırlar ki, onlar imtahanı saat neçədə verirlər. Bu imtahanda namizədlərin məntiqi təfəkkürü, eyni zamanda qanunvericilik bazası üzrə bilikləri, Azərbaycan dili və informatika fənni üzrə bacarıqları yoxlanılır. İmtahanın nəticəsində onlar müvafiq sertifikatlar əldə edə bilərlər. Yəni burada müəyyən balları topladıqda sizə müxtəlif növ sertifikatlar verilir. Sonra isə həmin o sertifikat qüvvədə olduğu müddət ərzində, 5 il müddət ərzində sizin öz ixtisasınıza, sertifikatınıza uyğun hansı vəzifələr vakantdırsa, onların müsahibəsində iştirak eləmək hüququ namizəd əldə edir. Təşəkkür edirəm. Ətraflı informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün və elə aydın oldu ki, 2026-cı il üçün dövlət qulluqçularının qəbulu üçün keçiriləcək ilk imtahandır bu və yanvarın 15-nə planlaşdırılıb və deyilən kimi elə 2 mərhələli formada olacaq. Yəni, namizədlər mütləq şəkildə Dövlət İmtahan Mərkəzinin saytına daxil olduqları zaman həm buraxılış vərəqələrini buradan çap edə bilərlər, eyni zamanda imtahanın vaxtını xüsusilə diqqətdə saxlasınlar ki, elə bu diqqət edilməli olan məqamlardan biri hesab edilir ki, 2 növbəli olacaq, yəni səhər və günorta növbəsində olacaq ki, elə bunu da diqqətə saxlamaqda fayda var və imtahan elektron formada aparılacaq. Çatdıra biləcəyimiz informasiyalar bu qədərdir. Sözü yenidən sizə ötürürəm. Təşəkkürümü bildirirəm Rəqsənə məlumatı çatdırdığına görə.